qardaşlardır ki, bizi təbrik edirlər, bayramımız mübarək. Biz onlara deyə bilərik, sizin də bayramımız mübarək yoxsa? Sağ ol deyirlər. Yox, indi bu bayram təbrik eləmək ciddi məsələdir. Yəni, dükana girsən, çörək alsan, bayram mübarək. Yəni, mən elə bilirəm, ən optimal, yəni çıxış yolu odur ki, o təbriki müqabilində deyəsən ki, cəm müsəlmanların bayramları mübarək. Yəni, müsəlmanın bayramı nədir? İki bayramdır da. Yəni, o etiqadla desin, o tovriyyə ilə desin, kimlə başa düşsün. Yəni, bundan başqa, yəni, o yeri, yəni, çörək aldınsın, dəvət edir ki, oturasan ki, atasan 12 vərəli dəftəri ki, bəs bilmir, çox sağ ol demək necə? Bilmirdim də, çox sağ ol. Deyəndə çox sağ ol deyib, başqa heç nə demirdim. Yox, çox sağ ol. Qarşılıq vermirdin, yəni, başqa dəyişirdin söhbədə, amma çox sağ ol deyirdim. Yəni, o var, ondan sonra çox sağ ol demək bir növ o ilə razılıq deməkdir. Yəni, bir ki, qəbul eləyirəm. Amma qarşılıq vermirsən, o elə özü əslində qarşılıqdır. Yəni, demək ki, çox sağ ol, yəni sən sanki onun səni elədiyin müqabilində onu təşəkkür edirsən. O müqabil deməkdir. Amma demək ki, məsələn ki, cəm müsəlmanların bayramı mübarək, yəni mənə elə gəlir ki, bu ən optimal çıxış yolu. Ya ki, oldu, problem yoxdur. O qəbul demək. Yəni elə bir şey orada sözü qaytarmaq lazımdır ki, yəni o İmam Əhmədin dövründəki kimi, yəni Tövrat, Zabur, İncil, Quran bunlar dövrdən məxuldur. Elə bir şey istifadə eləmək lazımdır ki, o özü başa düşən üçün sən də öz bildiyi. İxlasla.com saytı tərəfindən təqdim olundu.